Gəmidə ilk tibbi yardım bədbəxt hadisələr zamanı baş verəcək hadisələri önləmək və ilkin yardım göstərmək üçün vacib bir prosedurdur. Bunu da biz yerinə yetirmək üçün dənizçilərimizə ilkin olaraq bizim bir maketimiz üstündə bunu yerinə yetiririk və göstəririk ki, bu qaydada ürəyin xarici masajı və süni nəfəs verməni yerinə yetirmək lazımdır. Ürəyin xarici masajını biz yerinə yetiririk döş sümüyünün üzərində. Bunu yerinə yetirməmişdən qabaq biz nəyə diqqət eləməliyik? Birinci növbədə nəbzi təyin etmək lazımdır. Nəbzi təyin etmək üçün yuxu arteriyasında nəbzi yoxlaya bilərik və yaxud da ki, mil arteriyasında biz bunun nəbzini yoxlamaq lazımdır. Zərərçəkənin nəbzini yoxlamaq lazımdır. Əgər nəbz yoxdursa və ya tənəffüs yoxdursa, biz zərərçəkəni sərt, bərk yerin üstündə uzatmalıyıq və ondan sonra ürəyin xarici masajını yerinə yetirməliyik. Ürəyin xarici masajını yerinə yetirməmişdən qabaq dediyimiz kimi 10 yerini təyin etmək lazımdır ki, hansı nahiyədə əlin ovud hissəsini yerləşdirmək lazımdır. Onun aşağı ucunu təyin edirik, bu boşluq nahiyəsini təyin edirik. Boşluq nahiyəsini iki barmaqla biz təyin edirik və bu həmən bu nahiyəni təyin edirik. Bu həmən nahiyədə yerləşir xəncərə bənzər çıxıntı. Biz o çıxıntını təyin edirik və əlin ovud hissəsini yerləşdiririk iki barmaqdan sonra döş sümüyünün üzərinə. Və ikinci əlimizi yerləşdiririk birinci əlin üzərində və həmən barmaqları kip sıxmaqla döş sümüyünü və bu qaydada biz başlayırıq sıxmağa. Bir periyodda biz bunu yerinə yetirməliyik 30 dəfə. Sonra biz növbəti periyodda süni nəfəs verməni yerinə yetirməliyik. Süni nəfəs verməni yerinə yetirməmişdən qabaq bir əlimizlə boynun altından tuturuq, o biri əlimizdən isə alın nahiyəsini tutur və burun dəliklərini kip sıxmaqla maksimum arxaya çəkirik. Burada məqsəd ondan ibarətdir ki, dilin kökü qırtlaq qapağının üstündən çəkilsin ki, bizim verdiyimiz hava tam nəfəs ciyərlərinə geçsin. Bu formada bunu dartandan sonra 2 dəfə dərindən nəfəs alıb və nəfəs veririk. Biz nəfəs verməni yerinə yetirən zaman döş qəfəsinə də fikir verməliyik. Döş qəfəsinə fikir vermək ondan ötəridir ki, nəfəsin ağciyərlərə gedib getməməyini yoxlamaq üçün. Bu 2 dəfə süni nəfəs verməni yerinə yetirəndən sonra yenidən 30 dəfə ürəyin xarici masajını biz yerinə yetiririk. Eyni qaydada yenə də 2 dəfə süni nəfəs verməni yerinə yetiririk. Bütün bu dediklərimiz ASKO təlim-tədris mərkəzində keçirilir. Bu sadaladığımız ilkin yardım tədbirlərini hamı bilməlidir və bacarmalıdır. Həyati funksiyaları bərpa etmək üçün, hansısa bir zərərçəkəni həyatda saxlamaq üçün onu bilmək mütləqdir və vacibdir.